Salam, 19 mart 2026-cı il tarixində hər birinizi salamlayıram. Birazdan Mingəçevir şəhərində, Səməhdioğlu meydanında, abidənin önündə böyük bir şəhər tədbirimiz olacaq. Mingəçevir Dövlət Universiteti olaraq biz orada iştirak edirik. Biz də universitetimizi orada təmsil edəcəyik. Hər birinizi ilk öncə qarşıdan gələn Novruz bayramı münasibətilə, həmçinin Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah tutduğunuz oruçları qəbul etsin, Allah ibadətlərinizi qəbul etsin. Təbrik edirəm təkrar. Biz birazdan kollektiv olaraq bayram tədbiri keçirilən yerə də gedəcəyik. Maraqlı bir Novruz bloqu çəkməyə çalışacağım. Səhər saatlardır hazırda və gördüyünüz kimi biz Mingəçevir şəhərində Səməhdioğlu meydanındayıq və Novruz şənliyi olacaq bu günlərim şəhərimizin. Biz də öz stendimizlə, öz gülşəmizlə burada yerləşdirmə edirik hazırda. Əməkdaşlarımız, müəllimlərimiz, tədqiqat işçiləri, rəhbər heyətimiz hər birisi bugünkü tədbirə hazırlıq görür. Biz də öz yerimizi alacaq bayramla bağlı yavaş-yavaş prosesi gün ərzində, vlog tərzində göstərməyə çalışacağım. Bayramımızı təbrik edirəm. Həm Ramazan bayramı, həm Novruz bayramı mübarək olsun hər birimiz üçün. Təşəkkür edirəm. Salam əleykum. Burada da hazırda artıq görürsünüz. Mingəçevir Turizm Kollecinin stendi qurulmağa başlanılıbdır. Həmçinin məktəblər var burada, digər idarə və şöbələr var ki, hansı ki şəhərdə fəaliyyət göstərir. Onlar da öz ərazidə görürsünüz, oralarda öz stendlərini qururlar, öz masalarını yerləşdirirlər. Burada isə səhnə hissəsi burada olacaq. Səhnə tərtibatı ilə məşğuldurlar. Burada bir böyük bir tonqalımız var. Şəhərin mərkəzi hissəsidir dediyim kimi. Səməhdioğlu meydanı. Burada isə görürsünüz, kəndirbazlar öz kəndir üçün ipin üzərində hərəkət edəcəkləri yeri düzəldirlər və təhlükəli bir şeydir, amma bayramın belə deyək də olmazsa olmazlarından biridir. Maraqlı, rəng qatan, həyəcan verici bir atraksiyonlu bir belə deyək də oyundur bu kəndirbazlar üçün. Onları da uğurlar arzulayırıq. Maraqlı bir gün bizi gözləyir. Səbirlə izləyək. Bayramımız mübarək. Ay qurban, bayramın mübarək. Sağ olun, sizdən baxın mənimə. Bir dənə baxın görün düzdür. İşləmədirəm mənimə, işlə. Həmişə tənbəl gəlir, tənbəl gedir. Müəllim, hamısını yaxşı eləyirik. Onu çəkib, o tərəf bunu da çəkir. Ya bunu çəkir, onu çəkir. Fərqi yoxdur. Artıq kəndirbazın kəndir yolunu hazırlamağa yekunlaşdırırlar. Burada isə görürsünüz, polis əməkdaşları ilə bağlı, mühafizə tədbirləri ilə bağlı məlumatlandırma edilir. Onlar da birazdan öz mövqelərini alacaqlar. Burada isə yenə dediyim kimi səhnə ilə bağlı məsələlər həll olunur. Səhnənin səs sistemi, sonrasında səhnənin tərtibatı ilə bağlı tamamlama işləri gedir. Bu da böyük səmənimizdir. Bir dənəsi də burada var, biri də orada. Və yavaş-yavaş saat 11-də tədbir başlayacaq. Hələ ki tədbirin başlamasına 1-2 saat təxmini bir vaxtımız var. Qədimyana bir üslub qurmuşuq. Novruz adət-ənənələrinə uyğun tərzdə bir üslub qurmağa çalışmışıq. Burada köhnə xalçadır, sonra Novruzun elementləridir. Hər birisi burada öz yerini alacaq. Burada tam hazır olanda göstərəcəm mən. Buralarda hazırdır artıq. Səhnə ilə bağlı məsələlər həll olub. Yavaş-yavaş prosesləri bitir və əsas bayram tədbiri hissəsinə keçid edəcəyik biz. Bizim icra hakimiyyətinin nümayəndəsi Eykən müəllim də prosesə nəzarət üçün gəlibdir. Sağ olun, mənim sizdən baxım. Bir Novruz vlogu çəkirik. Həmişə kimi. Yaş tələbəti gününə qismət olsun. Sağ olun, var olun. Sağ olun. Sağ olun, var olun. Bizim artıq stendimiz hazırdır və tələbələrimiz də gəlibdir. Hansı ki, görürsünüz orada milli geyimlərlə tələbələrimiz iştirak edir tədbirimizdə və bir çoxu, belə deyək də, idmançı tələbələrimiz də var. Hansı ki, universitetimizi, ölkəmizi, şəhərimizi müxtəlif tədbirlərdə idman yarışlarını təmsil edən idmançı tələbələrimiz də bugün bizimlə olacaq. Həmçinin də ki, bizim xanımlar da özləri görürsünüz, milli geyimlərdə çəkirəm, bəli, milli geyimlərdilər. Həmçinin əməkdaşlarımızdan əziz mənsiz görürsünüz. Hamımız gəlmişik bura.
Tədbirin başlamasına artıq yarım saat vaxt qalıbdır və görürsünüz arkada bir bayram yuvasını artıq hiss eləməyə başlamışıq və bizim bu meydanda da hər şey hazırdır. Bütün stendlər, bütün güşələr hər birisi hazırdır. Bütün məktəblər burada öz yerini alıblar. Bütün idarələr, qurumlar öz yerini alıblar. Biz də bayramımızı yarım saat sonra rəsmi olaraq bayram tədbirimizin başlamasını gözləyirik. Gənclərimiz, yeniyetmələrimiz isim hərəkətlər edirlər. İdmançı uşaqlarımız da hər birisi müxtəlif idman məktəblərindən, müxtəlif idman növlərindən gəliblər hər birisi və burada müəyyən idman atraksiyonlar, idman şouları göstərəcəklər, nömrələri göstərəcəklər. Biz də onları belə deyək də tədbir gedişatında görə biləcəyik. Mən yaş kateqoriyası dedim, cins kateqoriyası. Hər iki cinsin nümayəndəsi var burada. Xanımlarımız da görürsünüz, məşqləri gedir. Mingəçevir Dövlət Universitetinin stendini artıq hazır variantda görürsünüz. Əməkdaşlarımız, tələbələrimiz hər birisi buradadır və düşünürəm ki, indi tədbirin gedişatını özü də görürsünüz. Ən geçək fərqlənən maraqlı stend elə məhz bizim elə öz universitetimizin stendidir. İstər kollektiv ruhu baxımından, istərsə də hazırlıq baxımından həm böyükdür, həm də ki, maraqlıdır. Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, sonra Asan Peşə, daha sonrasında isə məktəbləri görürük burada, sonrasında musiqi məktəbi, idman məktəbləri gördüyünüz kimi bizim idmançı gənclərimiz, yeniyetmələrimiz isim hərəkətləri edirlər, məşqlər edirlər burada. Bugünkü məşqləri açıq hava şəraitindədir, bayram havası ilə. Artıq rəsmlər gəldi və tədbirimiz başladı. Bayramımız mübarək olsun. Gördüyünüz kimi cənab başçı və bütün müvafiq orqanlar rəhbərləri, rektorumuz hər birisi gəlirlər bura. Sağ olun, sizə baxın. Bizim idmançı tələbələrimiz hər birisi müxtəlif idman növləri üzrə, istər ağırlıq qaldırma olsun, istər fərdi idmanlar olsun, Turan döyüş sənəti var, adı tam unutmuşam. Bizim Bəxtiyar Avropa və dünya çempionudur, həmçinin Azərbaycan çempionu. Sonra bizim voleybolçu, basketbolçu, sonra futbolçu tələbələrimiz var, hər birisi görürsünüz. Qızıl medalları ilə, bu da bizim stendimizin bir parçası olan aşığımızdır. Zaten bizim Bəxtiyarın maşallah saymaqla bitməyən medalları var. Bir dənəsini gətirmişəm, amma çoxdur. Mən 1-5 oldu məndə, Respublikada. Maşallah. Və bizim xanımlarımızı milli geyimlərdə salamlayıram hər birinizi. Bayramımız mübarək. Belə, tədbirimiz başlayıb. Orada da pəhlivan görüyoruz. Müxtəlif fəndləri göstərirlər. Tədbirimiz başlayıb. Burada da bizim gimnastik skalalarımızda onlar da öz şovlarını göstərəcəklər, bugün fəndləri göstərəcəklər bugün. Biraz bu tarafa gel bakalım buna. Sana şekilde vuracak kesin.
Cənab Bakıda hazırda çıxış edir İlham müəllim. O şəhər ictimaiyyətinin ziyalılarını, əməkdaşlarını, gənclərini, yeni insanlarını, hər birisini ümumiyyətlə şəhərliləri, bütün Mingəçeviriləri təbrik edir. Novruz bayramı münasibətilə, Ramazan bayramı münasibətilə biz ona təşəkkürümüzü bildiririk. Biz də onun bayramları münasibətilə çox sağ ol deyirik, var olsun deyirik. Təşəkkür edirik. Artıq Novruz son qalandı. Bayramınız mübarək olsun, təbrik edirəm. Geçelim dövlətin vəxşəti var olsun. Geçelim dövlətin vəxşəti var olsun. Artıq rəsmilər bayram süfrələrinə, stendlərinə yaxınlaşmağa başladılar. Bəxtiyardır, Alpaqot idman növü üzrə Dünya, Avropa, Azərbaycan çempionudur. O da bizdə tələbədir hazırda. Gördüyünüz kimi sinəsində çox saylı medallar var, sayını itiribdir artıq. Belə videomuzu bitirdik və Mingəçevir şəhərində keçirilən Novruz tədbiri ilə bağlı qısa bir vlog videosu idi bu və hər birinizi yenə də Novruz bayramı münasibətilə, Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Xoş, gözəl, firavan günlər arzulayıram. Bəyənməyi, rəy bildirməyi, bizi izləməyi unutmayın. Sağ olun, təşəkkürlər.